Ala bayquşun qara bayquşla cükküldəşdiyi zaman Astaranın Sim şəlaləsinə gedirik. Pakistan toyuqlarının baş sponsorluğu ilə turumuz davam edir. Kanalıma hoş geldiniz arkadaşlar. Adım Efsane. Adım Gülşəndir. Mən Nailə. Mən Murad. Mən Aliyə. Adım Ayşədir. Mənim adım Zəhradır. Adım Vəfadır. Doğular Nəcaləni tanıdım. 22 yaşım var. Mənim adım Ağadır, 27 yaşım var. Fərid Almasov. Ürək sözlərinizi deyin bizə. Yolumuz necə keçəcək? Yaxşı, yaxşı. Biz olan yerdə hər şey yaxşı olacaq. Canlı telefon bağlantısı. Canlı bağlantımız var hal-hazırda Şamaxıdan. Verilişimizdə canlı. Hələ. Moskvadan gəlinin qohumları yığıb. Moskvadan qohumlarım zəng eləyib. Mən Elxan Qəniyev. Adım Xaliqdir. Adım Ülker Əzizova. Mənim adım Samirdir. Qəniyev xalq. Oya bu nədir? Deməli, mənim maşınıma həmişə belə adam çox binir. Ona nəyə görə? Adrenalin yaşamaqlarına görə. Hamı deyir, bət sür, biri deyir. Gedib Dubayda bu yolu yaşayırlar da, düzdür? Gəl burada yaşa da. Bu qədər pulu Dubaya xərcləməkdənsə, gəlin burada yaşayın. Burada gördün, biraz bət sürürəm, böyle də daş sırada düşür. Gedib ərəblərlə bunu yaşayın, o azla yaşayın. Yerli mətbəx yeməyindən yeyirsiniz, ləvəngindən yeyirsiniz. Sonra badımcan ləvəngisi, qoz küksü, aşı, yerli kompotu. Bu adla yaşayın da, adrenallığı yaşayın buralarda. Bu zonanın insanları uzun ömürlüdür. Bəli, Nəyə bəli. görə? Bir sirri açıqla bu zaman. Yox, o sirri açıqlasam, o gizli qalır da abi. Sir qalmalı da, çünki məsələn, siz səhər-səhər nə yemirsiniz? Kimsə durub pamir yumurta, nə düzdür? Mən yemişəm bal, nehrə yağı, qoz ləpəsi. Nə istəyirsən daha? Ona görə həmişə belə. Maşın özü də gedir, özü gedir maşın. Özü gedir, bax. Və beləcə biz gəldik, çatdıq Astaranın o məşhur Sim şəlaləsinə. Həqiqətən də həm füsunkar, həm hündürlüyü ilə demək olar ki, həqiqətən çox hündür bir şəlalədir. Həm də ki, buradakı o təbiəti həqiqətən bu fəsildə başqa yerdə tapa bilməzsiniz. Yəni burada payız bu gün başlayır sanki, möhtəşəm görsənir. Və beləcə əziz dostlar, biz Sim şəlaləsini kəşf elədikdən sonra indi isə gedirik Ballıqaya şəlalasına. Ballıqaya şəlalə deyil, Ballıqaya ilə dayalı. Bəli, yalan məlumat veriblər mənə. Ballıqala sən demə şəlala dölübüş. Mən də şəlala umudu ilə gəlmişdim. Bax bu dostumuz gələ-gələ bütün zibilləri yığır. Halal olsun. Deməli, salam əleyküm, hər vaxtınız xeyirli olsun Sami bəy. Əvvəla sənə təşəkkür edirik ki, Step by Step ailəsi olaraq bizi bura, bəli, komandası olaraq bura Təşrif buyurdu bura. Sizinlə xoş bir təsadüf mənim üçün. Qardaş dedim uşaq, dost dedim uşaq bugünkü gündə əzizimiz və Astaranın gözü Şahab dayı sağ olsun. Bizim üçün çay qoyur burada qızıl əlləri ilə. Gəldi bugünkü gündə həm Dustaqxana şəlaləsi, həm yuxarı Şirhal, həm də yuxarıda görsənilən Ballıqayaya. Bura tarixi yer olduğu üçün, həm də Hirkan meşəliyində gizləndiyi üçün əsrarəngiz bir ruhu, belə deyək, ruhumuzu bəsləyir.
Hal-hazırda payız fəsli burada çox möhtəşəmdir. Yəni öz gözlərimizlə bunu belə deyim, görürük. Sağ ol şahid. Biz özümüz təbiəti sevdiyimiz üçün belə deyim, özüm də vloqlar çəkirəm, yəni videolar çəkirəm. Daim getdiyim yerdə insanlara xoş, yəni münasib, motivasiya verici videolar həmişə çəkmişəm ki, insanların təbiətə həvəs yaransın və buludlar üstündə və videolarım. daim o kəpəzdə o kəpəz qırız da var, kəpəz də var, Zaqatala da var. Demək olar ki, rayonlarımızın çoxsunda elə Ənbilin özü olsun, Kilit dağında, qalxanda orada da var idi yüksəklikdə 1890 metr yüksəkliyində. Yəni mən buludları belə deyim normal uşaq vaxtlarımızdan yüksəkliklərdə görmüşük, yaxından hiss eləməmişəm və artıq o reallığa çevrilib. Yəni təbiət bir növ bizə buludlara sevgi yaradıb. Daim hara getsəm ilk axtardığım şey təbiətə, göy səmaya baxaraq buludları seyr etmək. Yəni Mən sənə bir sual vermək istəyirəm, təşəkkür edirəm. Artıq özün də görürsən ki, təbiətə, ekologiyaya, ümumiyyətlə bu deyim təbiət sevərliyə insanlar daha çox belədir yönəliblər. Bəs bu təbiət sevərlik, yəni bəziləri də bunu görüntü üçün eləyir də, reallıq budur. Bəs yaxşı, sən ümumiyyətlə bu təbiət sevərləri nə deməksən? Bax bu kamplara gedirlər, nə bilim hikinqlərə gedirlər, trekkinglərə gedirlər. Onlara nə tövsiyə edirsən? Təbiəti qorumaq sənin fəlsəfəndə nədir ümumiyyətlə? belə bir şey deyim. Bax bizimlə bir qardaş gəlirdi bayaqları. Adı səhv etmirəmsə Murad idi. Bəli, yeni iştirakçımdır. O bizdən əvvəl Kəpəzdə olub. Mən belə bir şey müşahidə elədim həmin qardaşda. Əlində bir salafanla özündə gördün, o kadrı yəqin ki verəcəksən. O deməmiş, özü salafanla zibli yığaraq, yığa gəldi. Və buna biz heç birimiz heç nə deməmişik. Və ondan əlavə bu onu göstərir ki, insanın birincisi özündə olmalıdır, ikincisi göstəriş olmamalıdır. Bəzi turlar var, bəzi iştirakçılar var, göstəriş xatirinə nə isə çəkib paylaşır. Mən reallığı deyim, mən özüm indiyə qədər belə deyim, halı heç vaxt paylaşmamışam. Əgər təbiətdə isə bu bizim vəzifə borcumuzdur. Əgər biz bələdçi isə vəzifə borcumuzdur. Yəni onu biz çəkib paylaşanda bizi onu niyə kiməsə paylaşaq? Yəni nə üçün göstəriş verək ki, ay insanlar? Əgər biz belə isə, belə bir hal var da, yəni evə hansısa qonaq gedirsən, görürsən ki, o evin uşağı çox tərbiyəlidir. Səsi çıxmır, sakitdir. Demək o irəli hardan gəlib? O ailədən gəlib. Bir təbiətə də gedəndə əgər zirzibil görmürüksə, demək o təbiəti, insanları təmizdir. Ora gələn insanlar hamısı təmizdir deyə təmizləyirlər. Və bu çox gözəl bir haldır. Amma misal üçün gəlirsən görsən zirzibildə, bu o deməkdir ki, artıq oran insanlar da, ora gələn də hamısı o psixologiyada kirləyib gedəcəklər. Bəli dostlar, sonda demək istəyirəm ki, təbiət bizim evimizdir, biz isə onların qonağıyıq, təbiəti sevərək qoruyaq. Təşəkkürümü bildirirəm sizə. Var olasınız. Yəni gələndə necə görürsünüz elə də saxlamalısınız. Hətta ondan daha yaxşı saxlamağa çalışmalısınız. Necə görürsə elə də saxlamalısınız. Ondan daha yaxşı necə saxlayacaq? Ona görə. Bu nə? Boş söhbət damısı. Atın. Qarnı duracaq. Bax deyə cırdı dağıtdı var. Yalandan deyir orada belə təbiət elə. Və beləcə bu arxamda gördüyünüz möhtəşəm şəlalə Dustaqxana şəlaləsidir. Gəlib çıxmışıq. Step by step, addım-addım, mərhələ-mərhələ gəlib çıxmışıq bura. Belə gəlmişik, belə nəfəsim kəsilir. Bura niyə gəlmişik bilim. Nə var burada? Şəlalətdən, qalan. Yorulmayırlar, Qapılar bağlanır. Növbəti stansiya. Ləvəngi. Ağıl yoxdur bu uşaq. 35 yaşı var. Dədə Qorqud nə yaşında? Sənin yaşında Dədə Qorqud 3-cü boyun yazırdı. Kimdən ha? Həqiqi, mən eşitmişəm onu.
Və beləcə bir möhtəşəm günün daha sonuna gəldik. Step by step, yəni addım-addım, mərhələ-mərhələ bu günü də tamamladıq. Həqiqətən də çox sağ olsun Step by Step ailəsi. Hər birinə təşəkkürlərimi bildirirəm. Xaliq dostuma da çox sağ olun deyirik. Siz onun bəzi videolarda görmüşsünüz, amma arxa fonda çəkən Xaliq dostumdur, qardaşımdır. Çox sağ olun, var olun, yaxşı varsınız. Hər birinizi öpürəm. Bu gözəl mənzərəni ən azından həmişə dediyim kimi, həmişə qeyd edirəm. Gözəllikləri məhz ölkəmizdən kəşf edərək başlamağa ehtiyac var. Çünki başqa yerdə axtarmağa ehtiyac yoxdur. Hər yer gözəllikdir. Sadəcə onu kəşf etmək lazımdır. Deməli, bugünkü turumuzla bağlı bizim növbəti iştirakçılarımızdan biri. Vəziyyət nətərdir əmi? Yavaş qalanım, gelir ana. Yaxşı, özü nətər oldu? Bəyəndin mi bu söhbətləri? Belədir, ana var mı? Yavaş gəlmişdən ana var da. Sağ ol, çox sağ ol. Öpürəm vallahi. Həqiqi halal olsun. Sən sağ ol, sən. Son olaraq izləyicilərimizə nə demək istəyirsən? Bəyin, ana bilir. Əziz dostlar, və beləcə gəldik, çatdıq şəlaləmizə. Bura bizim şalala. Gördüyünüz kimi hələ böyüyəcək. Burada biraz daha ekstremal şəlalə olacaq. Bir 100 əsrdən sonra görərsiniz ki, burada böyük şəlala var da. Hörmətli tamaşaçılar, gəldik, çatdıq ikinci şəlaləmizə. Bura həqiqətən çox çətin idi. Mənə baxın, sevinirsiz.